Belqradda şəhər mərkəzindəyəm. Demək olar ki, Belqradın Targovsudur bura. Fikirləşirəm, bəlkə mən də gəlim bura. Gitara bacarıram da onsuz da. Gəlim burada gitar oxuyum, pul qazanım. Eşitdiyiniz mahnı dünyanın ən məşhur mahnılarından biridir. Bir dənə qulaq asın. Oktyabrın ortası olmasına baxmayaraq, hava həqiqətən də çox soyuqdur. Cəmaət burada qış rejiminə keçibdir. Deyilənə görə buranın qışı çox sərt keçir. Gördüyünüz kimi burada da küçə ticarətidir. Özlərinə aid əşyalar satırlar. Geyimlər olsun, aksesuarlar olsun, bijuteriyalar olsun. Belqrad cəmaətinin popkorn həqiqətən çox xoşlarına gəlir. Hara baxırsan popkorn satırlar. Hansı küçədən keçirsən popkorn qoxusu gəlir. Çox xoşdurlar. Məsələn, deyək biri. Görürsünüz? Şəhərin mərkəzindən keçən trolleybuslar, tramvaylar, avtobuslar. Bu arada nəqliyyat demişkən, burada bütün nəqliyyatlar ödənişsizdir, pulsuzdur. İstədiyiniz qədər nəqliyyatlara hardan istəyirsiniz minin, hardan istəyirsiniz düşün. Yəni sizdən ödəniş tələb olunmur. Dağlıq relyefdə yerləşdiyinə görə metro yoxdur. Növbəti videomda istəsəz Belqrad cəmaətinin Azərbaycan haqqında düşüncələri, Azərbaycan haqqında nə bilirlər, onun haqqında video çəkərəm. Növbəti videoda görüşərik.